Yeni bir səhər izləyirsiniz. Putinin köməkçisi bilərəkdən Qarabağla bağlı təhrifə yol veribmi? İndi məsələni qonaqla müzakirə eləyəcəyik. Hal-hazırda qonağımız canlı bağlantıdadır. Hüquq müdafiəçisi Əhməd Şahidov bizi canlı bağlantıda gözləyir. Əhməd müəllim, sabahınız xeyir olsun, xoş gördük sizi. Sabahınız xeyir olsun, mən də bütün Baku TV izləyicilərini salamlayıram. Təşəkkür edirəm canlı bağlantıya qoşulduğunuz üçün və təbii ki, bu məsələ vacib məsələdir. Putinin köməkçisi bilərəkdən Qarabağla bağlı təhriflərə yol veribmi? Necə düşünürsünüz? Yəni, bu bilərəkdənmi olunmuş bir şeydir? Bir senari halında hazırlanmışmı bir şeydir? Necə düşünürsünüz? Necə qiymətləndirirsiniz? Təbii ki, Kreml rəsmisinin belə bir açıqlaması əsla qəbul edilən deyil. Burada eyni zamanda Rusiyanın özünün işğal faktını dolayısıyla qəbul etməsi özünü göstərməkdədir. Çünki qüsurlu olsa da Ukraynanın işğalı ilə Qarabağ məsələsini eyniləşdirmək bir acı gerçəkliyi ortaya qoydu. Rusiya başa düşür ki, Ukrayna ərazilərini işğal etməsi dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir və qəbul edilməyəcək. Və bunu qüsurlu da olsa Azərbaycan-Ermənistan arasındakı artıq bitmiş müharibə ilə eyniləşdirməsi və nəticə olaraq ədalətin qələbə çalması və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Rusiyanın uzaq bir gələcəyi düşünməyə vadar edir. Və bu baxımdan Ukraynada işğal etdiyi əraziləri dırnaqarası referendumla güya yerli əhalinin Rusiyaya birləşmək arzusu ilə ifadə etməsi və bugün atəşkəs deyil, həmin ərazilərin işğalının qarşı tərəfdən və qərb dünyası, dünya ictimaiyyəti tərəfindən qəbul edilməsini təmin etmək istəyir. Bunun əksi gələcəkdə yeni bir müharibəyə Rusiyaya qarşı NATO alyansının müharibə etməsi və o əraziləri azad etməsi ilə gətirib çıxaracağını Rusiya yaxşı başa düşür və Qarabağ bölgəsini mübahisəli elan etməsi əslində Rus rəsmisinin həm qərəzindən irəli gəlir, həm də çıxılmaz vəziyyətdə olduqlarını. Qəribəsi ondan ibarətdir ki, Ermənistan belə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə baxmayaraq, Rusiya özünə heç bir aidiyyatı olmayan bir ərazini hələ də mübahisəli elan etməklə burada iki məqsəd daşıyır. Həm gələcəkdə Ermənistanla Azərbaycan arasında münaqişənin hələ də bitmədiyini göstərməklə özünün vasitəçilik missiyasını təklif etmək. Ola bilsin ki, Ukraynadan sonra Cənubi Qafqazda yenə nüfuz savaşında özünü irəli çəkib bu münaqişənin bitməməsini göstərmək, Ermənistandakı revanşist güclərə dəstək verməklə yeni bir eskalasiyaya səbəb olmağa çalışır. Bu hədəflərdən biridir. Növbəti hədəf isə Ukrayna müharibəsində özünün işğal etdiyi əraziləri tam şəkildə öz ərazisi olaraq qəbul etdirmək dünya ictimaiyyətinə və bununla da işğal faktını rəsmiləşdirmək. Amma istənilən halda düşünürəm ki, Azərbaycanın reaksiyası kifayət qədər tutarlıdır və sərtdir. Hələ bir qədər də açıq və sərt ritorika ilə Rusiyaya cavab vermək olar ki, Rusiya Ukraynada işğalçı siyasət yeridir, özünə aid olmayan və heç bir dünya ölkəsi tərəfindən tanınmayan bu faktları, bu əraziləri öz ərazisi kimi rəsmiləşdirməyə çalışır və belə deyək, cəhənnəmə gedən özünə yoldaş axtarmağa çalışır. Ukraynadakı işğal faktını Qarabağ məsələsi ilə müqayisə eləmək bir mənalı şəkildə qərəzli bir yanaşmadır. Dünya ictimaiyyəti indiyə qədər necə ki Qarabağın işğalının rəsmiləşdirilməsini tanımadı, heç Ermənistan özü belə dırnaqarası mövcud olmuş o separatçı rejimi ölkə olaraq tanımadı və sonunda 30 ildən sonra ədalət öz yerini tapdısa, bugün Ukraynanın işğal olmuş ərazilərinin də heç bir dünya ölkəsi rəsmən Rusiyanın ərazisi kimi tanımayacaq və bunu Rusiya çox yaxşı başa düşdüyündən Qarabağ müharibəsindən, onun nəticələrindən dərs alıb özünün gələcəyini təmin etməyə çalışır və dünyanı təhdid edir ki, əgər Qarabağ müharibəsində olduğu kimi bu ərazilər Ukraynanın
hazırda işğal olmuş əraziləri tanınmasa Rusiya ərazisi kimi dünya nüvə müharibəsi ilə, dünya müharibəsi ilə üzləşə bilər. Bir növ dünyanı təhdid edir ki, Qarabağda necə ədalətin bərpa olunduğunu Ukraynada da cəhd olunarsa, dünya Ukraynanın da ərazi bütövlüyünü bərpa etməyə cəhd edərsə, Rusiya nüvə silahına əl atacaq. Burada bir çıxılmaz vəziyyət var. Rusiya həm özünün işğal faktını rəsmiləşdirməyə çalışır, eyni zamanda Qarabağ müharibəsinin ədalətli nəticəsini özü üçün böyük bir faciə olaraq görür. Amma istənilən halda Azərbaycan perspektivindən yanaşsa, təbii ki, artıq bitmiş bir münaqişəyə yenidən istinad etmək və qərəzli bir müqayisə eləmək Azərbaycan üçün, ümumiyyətlə ölkələrin ərazi bütövlüyü prizmasından yanaşan bütün ölkələr üçün, güclər üçün əsla qəbul edilən deyil. Burada Rusiya özünün işğalçılıq faktını, fəaliyyətini Qarabağ, bitmiş Qarabağ müharibəsi ilə eyniləşdirməyə çalışır ki, bu əsla və əsla qəbul edilən deyil. 30 ildən sonra ədalət zəfər çaldı, Azərbaycan öz ərazilərini geri aldı. Rusiya ilə bizim mehriban qonşuluq, strateji müttəfiqlik əlaqələrimiz olsa da zaman-zaman Rusiyadan gələn bu qızışdırıcı təxribat yönümlü açıqlamalar əsla qəbul edilən deyil və iki ölkə arasında bu münasibətlərə xələl gətirir və düşünmürəm ki, Rusiya rəsmisinin, Vladimir Putinin köməkçisinin belə bir açıqlaması sadəcə savadsızlıqdan irəli gəlsin. Bu, az öncə dediyim kimi, iki əsas məqsədə xidmət edir. Birinci, Rusiyanın özünün işğalçılıq siyasətinin rəsmiləşdirilməsi və Ukraynanın bu torpaqları ki itirilib, Rusiyanın nəzarətindədir. Bunu indidən əldə olunacaq hər hansı bir sülh müqaviləsində Rusiyanın ərazisi olaraq tanınmasını təmin etmək ki, bu heç bir zaman mümkün olmayacaq. Nə Ukrayna, nə heç bir dünya ölkəsi, xüsusən də Qərb dünyası həmin əraziləri Rusiyanın torpaqları olaraq qəbul eləməyəcək. İkinci məqsəd isə yenə də Cənubi Qafqazda gələcəkdə, çünki 2026-cı ilin iyun ayında Ermənistanda yeni bir parlament seçkiləri keçiriləcək. İndidən Ermənistandakı o revanşist güclərə, erməni kilsəsinə bir pas ötürməklə Rusiyanın bu senaryo üzrə də hərəkət edə biləcəyini verməklə onlara bir dəstəyini ifadə edir. Amma bu münaqişə artıq bitib, Azərbaycan öz ərazi bütövlüyünü artıq təmin edib. Bəli, bildiniz ki, bunu tam təsadüfən deyil də məqsədli şəkildə söylədiyi anlamına gəldi. Bəli, biraz əvvəl qısaca olaraq Ermənistandan bir stat gətirildi. Gərək Ermənistandan söz düşmüşkən, hər ötən gün Ermənistanda biraz da vəziyyət gərginləşir və bilmək istəyirəm ki, bu gərginlik nəyə hesablanıb və irəliləyən günlərdə sülh müqaviləsinin ləngiməsinə təsir göstərə bilərmi? Necə düşünürsünüz? Təbii ki, təsir göstərə bilər, çünki müharibə bitsə də artıq tərəflər arasında o sülh müqaviləsi layihəsinin demək olar ki, bütün şərtləri yerinə yetirilib, razılaşdırılıb. Ermənistanın indi referendum keçirir, Azərbaycana və Türkiyəyə qarşı öz konstitusiyasında hələ də mövcud olan o ərazi iddialarını geri götürməsi, ATƏT-in Minsk qrupundan imtina etməsi və Avropa İttifaqının o mülki missiya adı altında yarı hərbiləşdirilmiş qüvvələri öz ərazisindən çıxarması tələb olunur. Mən düşünmürəm ki, gələn ilin sonuna qədər bu şərtlər yerinə yetirilsin və Azərbaycanla sülh müqaviləsi imzalansın. Çünki gələn ilin iyun ayının 7-sinə təyin olunub parlament seçkiləri və hələ bir il qalmasına baxmayaraq artıq indidən Ermənistan daxilində bir siyasi xaos var, qarşıdurma var. Ölkənin birinci prezidenti Levon Ter-Petrosyan iyunun 7-sində gedib erməni baş rahibi Qaregin II ilə görüşüb və ona öz dəstəyini ifadə edib və görünən odur ki, seçkilər yaxınlaşdıqca Ermənistanda bu siyasi çəkişmələr gərginləşəcək. Baş nazir Nikol Paşinyan və onun iqtidarı üçün daha da çətin anlar yaxınlaşmaqdadır. Hətta onun özünün impeachment məsələsi bugün gündəlikdədir. Amma istənilən halda bu təbii ki, Azərbaycan prizmasından yanaşdığımızda bizim üçün əsas maraqlı olan Ermənistanla qısa bir müddət ərzində sülh müqaviləsinin imzalanmasıdır. Amma bu seçkilər ərəfəsində bunun mümkün olmayacağını da yaxşı başa düşürük və bu prosesləri Azərbaycan çox yaxından izləyir. Heç bir halda revanşist güclərin Robert Köçəryan, Sarkisyan və elə onun kimi düşünən Levon Ter-Petrosyanların yenidən hakimiyyətə gəlməsi arzu olunan bir senari deyil.
Təbii ki, Azərbaycan bütün senarilərə hazırdır. Olası bir revanşistlərin hakimiyyətə gəlməsi ehtimalında bölgədə yeni bir eskalasiya mümkündür ki, artıq Rusiyadan, Fransadan, istər Hindistandan belə bir dəstək xarakterli mesajların gəlməsi və erməni cəmiyyətində, həm də erməni kilsəsi tərəfindən dəstəklənən o revanşist güclərin hələ də var olması Azərbaycana qarşı yeni hərbi əməliyyatların başlama ehtimalını gündəmə gətirir ki, Azərbaycan buna hazırdır və biz hər zaman bütün beynəlxalq platformalarda o revanşist gücləri də xəbərdarlıq edirik. Xatırladım ki, ötən həftə Avstriyanın paytaxtı Viyana şəhərində ATƏT-in o insan haqlarına dair toplantısında da yenə o revanşist nümayəndələr Azərbaycana qarşı təxribat yönündə açıqlamalar verdilər və orada da vətəndaş cəmiyyətinin üzvü olaraq bizlər onlara xatırlatdıq ki, biz sülh istəyirik, sülh müqaviləsi imzalamaq istəyirik. Əgər yeni bir müharibə olarsa, bu artıq Ermənistan ərazisində baş verəcək ki, bu Ermənistanın bir dövlət olaraq suverenliyinin itirilməsinə gətirib çıxara biləcək. Ən azından 2020-ci il Qarabağ müharibəsindən, ondan sonra 2023-cü il antiterror əməliyyatlarının acı nəticələri ki, Ermənistan xalqı bugün yaşayır, ondan dərs çıxarmaq lazımdır və revanşist populist siyasətçilərə deyil, rasional düşünən və bölgə ölkələri ilə, xüsusən Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq üçün addımlar atan siyasətçilərə səs vermək lazımdır Ermənistanda ki, onlar erməni xalqını xoşbəxt gələcəyə aparsınlar. Yeni müharibə erməni xalqı üçün heç bir perspektiv vəd eləmir. Aydındır. Təşəkkür edirəm Əhməd müəllim. Çox sağ olun, minnətdaram və qeyd etmək istəyirəm ki, əziz tamaşaçılar, canlı bağlantıda bizimlə birlikdə Əhməd Şahidov idi, hüquq müdafiəçisi, bəzi məsələlərə aydınlıq gətirmiş olduq. Davam edirik, yeni bir səhər izləyirsiniz.